Allah bizi tövbəyə çağırır. Təsəvvür edin, namaz qılmağın vacibliyi, oruç tutmağın vacibliyi Quranda cəmi bir neçə yerdə təkəmseyrək vurğulandığı halda, düşüncələrdə və əməllərdə dəyişiklik, yəni tövbə etməyimiz, surələrin böyük əksəriyyətində keçir və ən əsası odur ki, tövbə insanın təkamülünün, kamilləşməsinin, fizioloji, ruhani və şəxsiyyət inkişafının açarıdır. Tövbə o demək deyil ki, mən getdim kilsədə şam yandırdım və ya məsciddə Qurana əl bastım, söz verdim, iradəni toparladım və əməl etməyə başladım. Tövbə, insan düşüncələrinin, şəxsiyyətinin, iradəsinin, əməllərinin və nəticədə fiziologiyasının təkamülü deməkdir. Ona görə tövbə əməl dəyişikliyindən deyil, düşüncə və şəxsiyyət dəyişikliyindən başlamalıdır. İnsan tövbə etdikdə ən birinci düşüncələrinin səhv tərəfinə tövbə etməlidir. Bilirsiniz, tövbəni nə üçün pozur bəzi tövbə edənlər? Çünki onlar əməlinə tövbə edir. Məsələn, bu gündən spirtli içkiyi qəbul etməyəcəm və günlərin bir günü nəfsini cilovlaya bilmir. Çünki o insan spirtli içki qəbuluna tövbə etməzdən öncə düşüncələrinə tövbə etməli idi. Bütün bu dəyişikliklərin arxasında tövbə dayanır. Quranda ən çox toxunulan məqamlardan biri olan tövbə anlayışı dolayısı şəkildə yox, birbaşa şəkildə düşüncələrimizin, həyat tərzimizin, bunların nəticəsində ruhaniliyimizin və ələfsus bədənimizin sağlamlığına, təkamülünə gətirib çıxarır. Çünki məsəl var ki, sağlam bədəndə sağlam ruh olar. Amma İslam bizə bu anlayışının əksini göstərir. O mənada ki, sağlam düşüncə sağlam həyat tərzinə, sağlam həyat tərzi düşüncələrimizin və ruhumuzun sağlamlığı isə cismimizin fizioloji proseslərinin sağlamlığına gətirib çıxarır. İslam və Quran tövbənin simasında təkamülün ən böyük təbliğatçılarıdır.